Baxırıq mətnin izahına. Deməli, mətnimiz Titanic mövzusudur. Titanic mövzusu da hər birimizə yəni aydın olan mövzulardan biri. Çünki çoxumuz bu filmdən baxmışıq. Mövzu belədir ki, The Most Expensive Movie Titanic was directed by James Cameron and was released in 1997. Bu məşhur, yəni bahalı bir filmdir. Titanic filmi direktor James Cameron tərəfindən ərsəyə gəlmişdi 1997-ci ildə. Mətn işləyərkən diqqətli olmalıyıq. Göstəricimiz 97-ci ildir. İlk öncə onu deyim. This movie is based on a real incident in which the luxury ship hit an iceberg and sank on April 14, 1912. Bu film deyir, lüks dəbdəbəli bir gəminin real hadisə nəticəsində icebergə çırpılması və gəminin batması ilə sonlanmışdı. O aprelin 14-ü 1912-ci ildə. Making Titanic move cost more than making the Titanic ship. Deyir ki, Titanic filminin dəyəri Titanic gəmisindən daha çoxdur. Cameron Company spent $200 million to make the film, while the ship cost $7.5 million. Deyir, Cameron şirkəti deyir buna, filmin deyir, ərsəyə gəlməsinə $200 milyon xərcləmişdilər. Buna baxmayaraq gəminin qiyməti, dəyəri 7,5 milyon idi. The main characters in this movie are Rose and Jack. Əsas xarakterlər Rose və Jack idi. At the beginning of the movie, Rose tells about events that took place when she was sailing on a ship. Filmin başlanğıcında Rose da böyük qız kimi götürülüb də, təbii ki, o mənada olub deyir. Deməli, hadisə haqqında danışır, gəmidə üzməklərindən, gəmidə baş verən hadisə. The story was a love story, Rose and Jack, but it turned a tragedy as Rose survived that day, but Jack died after dying to save her. Hekayə Rose və Jack'ın sevgi hekayəsidir bu hissə və lakin sonu tragediya ilə tamamlanır. Rose sağ qalır o gün, lakin Jack onu xilas eləyərkən dünyasını dəyişir. It was the first big journey, the Titanic, that making people from England to the USA. Burada ölkələrdə əsasən məkanı da yadda saxlamaq lazımdır. Deməli, Titanic gəmisinin, Titanicdə olan insanların İngiltərədən Amerikaya ilk dəfə səyahətindən söhbət edir. There were 2,200 people on the board of Titanic. Deməli, göyərtədə 2200 insan var idi. Bunu da belə yadda saxlayaq. The passengers included holiday makers, businessmen and people hoping to start a new life in America. Sərnişinlər içərisində film makerlər, biznesmenlər, bu tur təşkil edən hər cürdə yəni insanlar, bu tipdə insanlar var idi və bunlar Amerikada yeni həyatı başlayacağına ümid edirdilər. Unfortunately, more than 1,500 people died in this tragedy. Təəssüflər olsun ki, burada təxminən 1,500 min insandan daha çoxu fikir verək bu faciədə həlak olur. This movie has won the hearts of many people. Till now people became emotional when they watched this movie. Hələ də deyib, bu film insanların ürəyindədir, yəni qəlbində qalır və bu insanlar bunu hələ də emosional şəkildə yəni hisslər keçirirlər filmə baxanda, onun haqqında oxuyanda. Ümumiyyətlə, film nə haqqındadır? Film təbii ki də Titanic gəmisinin faciəsi haqqındadır. A-da deyir ki, James Cameron şirkəti, B-də deyir ki, bunların sevgi hekayəsi, zaten bunların hamısı var. Ümumi anlam verməliyik. Mainly about deyəndə ümumi anlamdan söhbət gedir. Titanic gəmisinin uğuru yox, tragediyası olur və gəminin batma səbəbini, sırf gəminin batma səbəbini demir. Zaten bunların hamısını verir burada. Icebergə çırpılır, gəmi batır, Rose'la Jack bir-birinə söhbət eləyirlər, sonra münasibətləri sevgiyə çevrilir. Amma burada yəni ümumi anlam nədir? Titanic gəmisi və onun filminin tragediyasıdır. Yəni tragediya Titanic gəmisində olan faciədən söhbət gedir. 44-də deyir ki, düzgünü tap. 1997-ci il aprelin 14-ü deyir. Amma bizdə neçə idi? 1900, bir dəqiqə mən o
film nə idi mətni gəlir. 14 aprel 12-ci il idi. Burada deyim 1997-ci il. Yəni burada bax ona görə deyirəm illərə fikir vermək lazımdır. Titan bu ikinci B variantında deyir ki, gəminin qiyməti filmdən daha çox idi. Xeyr, əksinə gəmi 7,5 milyon idi, film 200 milyon dollar idi. Diqqətli olaq. Burada deyir ki, Amerikadan İngiltərəyə, xeyr, İngiltərədən Amerikaya köçündə insanlar gedirdilər. D-də deyir ki, Rose sağ qaldı, Jack oldu. Bəli, D tamamilə doğrudur. Yəni 500, bax bura qədər hissə sizi aldatmasan, təsəvvür edin ki, 1,1500-də belə deyək insan, daha az insan deyil burada ölür, amma əksinə daha çox insan orada dünyasını dəyişir. 45-ə baxırıq. 45-də yenə Rose başlanğıcda nə haqqında danışır? Orada gəmidə olan da, yəni trip zamanı olan hadisəni danışır. Bu James Cameron'dan danışır, yox. Sərnişinlərdən danışır, yox. Hadisədən danışır, yox. Titanic gəmisinin problemlərindən danışır, yox. Ona görə də o da variantıdır. 46-da da deyir ki, hansı sualın cavabı yoxdur. Titanic gəmisində nə qədər adam ölür? Hansı okean? Bəli, okean söhbəti yoxdur orada. Bu sualın cavabı yoxdur da. Titanic'in qiyməti, Titanic'in üzməsi, batmasının səbəbi hamısı deyilir, amma hansı okeanda baş verdiyi bilinmir. Modal feilləri. Modal feilləri yəni bu mövzuya dair izahatlarımız, yəni başqa testlərdən işləmişiz. Ona görə də yəni düşünmürəm ki, buna ehtiyac olar.